başlayırıq. Axşamınız xeyir olsun. Mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallar verəcəm. Axşamınız xeyir olsun. Salam müəlliminizi. Təbrik edirəm futbolçularımı. Çoxdan idi bu stadionda oyunumuz olmurdu. Müəyyən səbəblərə görə və qalibiyyətlə geri dönmək heç də pis olmadı. Hər birini təbrik edirəm bütün Qarabağ camiyyəsini. Və qarşımızda yaxşı, istəkli bir rəqib var idi. Oyundan çıxmayan, məğlub olmağı xoşlamayan, sınmayan belə bir rəqib vardı qarşımızda və sona kimi cəsarətli bir kollektiv gördük qarşımızda və belə ümumən bəlkə çox da qol epizodlar olmasa da, amma ümumən xeyli sayda qol epizodlar oldu və daha baxımlı oyun ola bilərdi, amma ən azından yaxşı mübarizə, xeyli mübarizə oldu. Birə-bir mübarizələr çox oldu və mən belə hallar sevindiricidir ki, 90 dəqiqə meydanda belə bir mübarizə gedir və məncə yaxşı bir oyun oldu və təbrik edirəm futbolçularımı bir daha qədər. Buyur Hacı. Hem de o akademiyada oynayanında o kranilaştırdı ama sizlere inanmanda onu sınavınız. Bugün ise belediyede yan müdafaa, sol müdafaa çıkmış. Ümumiyyətlə o uşaqla bağlı gələcəkdə növbət oyunlarda yine şans verilir mi? Veyahut da stoper kimi görmək istəyirsiniz ya belediyede yan müdafaa çıkmalıdır? Ümumən bir xeyli vaxtı bizləndir. Yəni onu mütəmadi biz cəlb edirik məşqlərimizə. Sadəcə bəzən milli komanda ilə bağlı görsən 17-də, 19-da bəzən görsən onlarla gedir. Məşqlərimizdən kənarda qalır, amma ümumən xeyli məşq komanda ilə eləyib. Əlbəttə ki, hələ cavandır, hələ gəncdir, hələ maksimum o yükləmələri qəbul edə bilmir. Amma hər bir halda perspektivi var ki, götürmüşük, cəlb eləmişik komandaya. Baxmayaraq ki, yaşı az olsa da ümumi qabaretləri belə pis deyil. Ona görə hələ ki, hər bir halda biraz vaxt lazımdır onun formalaşması üçün. Ümumi hər iki mövqedə, belə deyək, bugünkü gün üçün hər iki mövqedə onun oynama potensialı var, görünür. Çünki bizə ümumiyyətlə belə oyuncular vacibdir, belə oyuncuların heyətdə olması. Amma gələcək, belə deyək də, gələcək üçün özündən daha çox şey asılı olacaq. Çünki biz hər bir futbolçu üçün, hər bir perspektivli futbolçu üçün şərait yarada bilərik. Qalan digər məsələlər onun özündən asılıdır. Mən özünün sevimli mövqesi əlbəttə ki, daha çox sol müdafiəçidir. Amma hər bir halda qabiliyyət varsa, biz çalışırıq ki, hər iki mövqedən istifadə etməyə və qarşıdakı oyunlarda da imkan olduqca belə şərait yaradacağıq ki, daha çox meydanda olsun. Həm də ki, belə deyək, bəlkə Zirə ilə yoldaşlıq oyununda daha özünü sərbəst hiss edirdi, nəinki bugün rəsmi oyunda. Bugün istərsiniz həm sevincli idi, həm həyəcanlı idi. Və belə uğurlar arzulayıram. Təki özlərini yaxşı tərəfdən göstərsinlər. Biz hamı üçün bizim qapılarımız açıqdır və şərait yaradacağıq ki, onların gələcəyini daha da yaxşılaşdırmaq üçün. Buyurun, növbəti sual. Buyurun, sual. Əməlli olsun, təbii ki, 3 sualım vardı. Birinci sual bu, ötən tur sabahdan olan məlum məsələlərə daxil olan məsələyə zəhmət olunsa aydınlıq gətirərdik. Sizin dilinizdən eşitmək istəyərdik ki, nə baş vermişdir, o münasibətlər nə gedədir? Sən necə? Yəni, əgər bir problemli bir şey yoxdursa, hər hansı bir açıqlama vermək mənim üçün, necə deyim, yəni, artıq olar. Və əgər biz Bəhlul'la neçə illərdir bir yerdə işləyiriksə, çalışırıqsa və mənim bütün oyunlarımda oynayırsa, demək olar ki, iştirak eləyirsə, bir 90%, 95%, görünən odur ki, bizim problemimiz yoxdur. Ona görə açıqlama verməyə də ehtiyac yoxdur. Ona görə belə mən
dediyim kimi hər hansı bir açıqlama vermək borcum yoxdur da ki, əgər problem varsa, yəni məncə məndən daha çox sizlər bilirsiniz, eşidirsiniz, xəbər verirsiniz. Ona görə bugün bilin ki, hər hansı bir problem yoxdur. Bir də ki, dostumuz, həmkarımız Balaçı Qasımovun rəhbərliyi etdiyi İctimai TV-də belə bir fikirlər səslənir ki, hakimlər rəqiblərinizə qarşı qərəzlidir, sizə köməkli edirlər. Sizcə həqiqətən də bu hakimlər sizə köməkli edir, yoxsa İTV sizə qarşı qərəzli münasibət göstərir? Necə başa düşmürəm, nəsə olub ya? İctimai TV-də fikirlər səslənir ki, hakimlər Qarabağa köməkli edirlər. Həqiqətən də mən hakimlər Qarabağa köməkli edir, yoxsa bəlkə İTV sizə qərəzli münasibət göstərir? Biraz belə deyək də, bir Balakşi Qasımov, bir də İctimai TV. Biraz mənim üçün məsələn bunlar fərqli bir şeylərdir və mən tanıdığım, bildiyim Balaş müəllim, yəni ən belə deyək də düzgün, dürüst insanlardan biridir. Yəni ona görə mən heç bir halda düşünə bilmərəm ki, yəni Balaş müəllim desin ki, Qarabağa köməklik eləyirlər və özlərinə və yaxud kiməsə eləmirlər. Ona görə məncə mən bu suala bu cür cavab verə bilərəm. O ki, qaldı İctimai TV-də bəlkə yəni hamı üçün İctimai TV-də mən belə deyək də qonaq olmayan jurnalist, qonaq olmayan bəlkə də futbol mütəxəssisi görməmişəm və insanların fikri də azaddır. Əgər belə bir fikir formalaşırsa, bu o demək deyil ki, Balakşi müəllim deyib ki, bunu belə dediniz və yaxud belə bir fikir formalaşdı. Ona görə yəni məncə mən Balakşi müəllim haqqında öz fikirlərimi bildirdim. Qalan şeydə məncə ehtiyac yoxdur. Əlavə edə ehtiyac yoxdur. Buyurunuz hocam. Qurban müəllim, çempionluğu təmin elədiniz vaxtından qabaq. Necə qeyd edəcəksiniz? Keçən ildə, olan əvvəlki illərdə də sizin bəzi tədbirlər olmuşdu, klub daxilində və yaxud ictimaiyyətlə birlikdə. Bir də böyük bir mövsüm sona çatır və bu müddət ərzində siz medialara çox yaxın münasibətlərdə oldunuz, biz birlikdə olduq stadionlarda, mətbuat konferanslarında. Ümumiyyətlə, 4 il mövsüm ərzində medianın Azərbaycan futbolunda inkişafını necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, qarşıda medianın gözəl dediyi gəlir. Siz ümumiyyətlə, sizinlə birlikdə olan sport mediasının yerini və rolunu necə qiymətləndirirsiniz? Çempion bir komandanın başçısı. İlk olaraq, yəni, məncə hər il olduğu kimi, yəqin klub rəhbərliyi bir yaxşı bir orqanizasiya quracaqlar, hansı ki, çempionluğu qeyd eləmək üçün. Bunu rəhbərlik yəqin həm açıqlama verəcək, həm buna hazırlıq görəcək. Yəni, məncə həmişə olduğu kimi sadə bir formada, elə də bir abartıcı bir formada inanmıram ki, nəsə olsun. O ki, qaldı mediaya, belə deyək, baxmayaraq ki, biz çempion olmuşuq və bu demək deyil ki, hələ çempionat qurtarıb. Sizə də tövsiyəm odur ki, siz də boşalmayın, hələ qarşıda neçə tur var. Siz də sezonu başa vurmuş kimi özünüzü aparmayın. O ki, qaldı bizim bir yerdə olmağımıza, əlbəttə ki, biz bir-birimizi ümumiyyətcə hər bir idman növündə bir-birimizi tamamlamalıyıq. Bizim üçün sizin fikirləriniz, sizin yazılarınız, mənim üçün, ümumiyyətcə bütün futbolçular üçün çox önəmlidir və çox istəyirəm ki, ümumiyyətcə təkcə mənimlə yox, futbolçularla, bütün idmançılarla sizin aranızda həmişə normal münasibət olsun. Çünki bu da inkişafın bir lazım olan, vacib olan bir hissəsidir. Və belə mən həmişə mediaya uğurlar arzulamışam, həmişə mediadan məncə narazılıq bildirməmişəm, sadəcə fikir bildirmişəm ki, bunu deməsəz daha yaxşı olardı. Amma ümumən belə mən həmişə razı qalmışam və mən həmişə demişəm ki, ümumiyyətcə mediaya fərqi yoxdur. İdman sahəsi olsun, digər sahələr olsun, media ümumiyyətcə xalqımızın, ümumiyyətcə dövlətimizin çox vacib bir hissələrindən biridir. Çox vacib, ona görə qurumlarından biridir. Buna görə
mənim heç vaxt belə deyək ki, media nümayəndələrinə onların gördükləri kimi hər şeyi ifadə etmələrinə, yazdıqlarına şübhəm olmayıb və dürüstlüyünə şübhəm olmayıb və belə deyək, bizim futboldan danışıqsa bugün futbolun inkişafı üçün siz ən böyük güc sahibisiniz. Ona görə futbolçularımıza dayaq olun, futbolumuza dayaq olun, siz də ümumiyyətcə idmanımıza dayaq olun. Biz tərəfdən də nə lazım olsa biz həmişə çalışmışıq ki, sizlərin yanında olmağa, sizin hər birinizə şəxsi həyatınızda, işinizdə, peşənizdə sizə uğurlar arzulayıram və 150 illik yubileyinizdə də çalışaram iştirak etməyə, əgər dəvət eləsələr. Olur, buyurun. Bir də Ömər, əvvəllər müzakirə edilir ki, bəs yayıncı kanal üçün əks tərəfdən şərait yaradılır ki, daha yaxşı görünüş gəlirsən. Bu məsələ nə dərəcə aktualdır? Mən xatırlayam, 3 il əvvəl belə danışırdı, mən idman mediasına gələndə. Bu aktualdır mı? Sən bir də klubda çalışmırsan bizim, mən nəsə belə. Ümumən, bəli, belə bir dəyişiklik etmək istəyir rəhbərlik, hansı ki, daha çox o tərəfdən çəkiliş olsun. Sadəcə biraz bəzi səbəblər var, hansı ki, bizim məşq meydançamızda bəzi problemlər yarada bilər. Onu da yəqin ki, daha qarşıdakı günlərdə daha da bu arada düşünəcəklər, amma sadəcə mənim üçün məsələn, bir məşqçi üçün, bir analiz etmək üçün bu tərəfdən çəkiliş daha yaxşıdır. Çünki buranın hündürlüyü daha çox yaxşı bir görünüş olur burada analizlər üçün və belə. Ona görə hər bir halda əgər sizin üçün də, televiziya üçün də görünüş vacibdirsə, yəni yaxşı olmağını daha belə olsa daha yaxşı olacaq deyə düşünürsünüzsə, onu da nəzərə alaraq rəhbərliyə çatdıraram. Buyurun ki. Doğan təbii edirəm. Asarsın holdingdə, yəni müəyyən səbəblərdən rəhbər dəyişikliyi oldu. Sizə bu rəhbər dəyişikliyi klubun inkişafına hər hansı bir mənfi və ya müsbət təsiri ola bilər? Ümumən, bu barədə məncə klub direktoru, klub meneceri ətraflı açıqlama verəcəklər və daha yaxşı olar. Amma mənim tərəfimdən mən bildiyim rəhbərlik, bildiyim Azərsun rəhbərliyi ancaq daha yaxşı etmək haqqında düşünürlər və hər hansı bir dəyişikliklərə baxmayaraq. Ona görə inşallah, çünki bu klubda bir daha deyirəm ki, Allah rəhmət eləsin Gözəl bəyə, çünki onun həmişə bir sözünü mən dəfələrlə təkrar eləmişəm və bugün də eləyirəm ki, Heydər Əliyevə söz vermişəm ki, bu klubu Avropada yaxşı bir səviyyədə tanısınlar. Bu Qarabağ adını, Qarabağ klubunu. Ona görə bunun belə deyək, fundamenti elə qurulub ki, məncə burada nələrdən asılı olmayaraq bu klub həmişə inanıram ki, yaşayacaq və yaşatmaq üçün də Azərsun Holding rəhbərliyi həmişə çalışacaq ki, ən yaxşısını etməyə. Mənim qalan geniş fikirləri klub direktoru Əmrah bəy və yaxud Asif müəllim hansı ki, bunları bildirərlər. Buyurun. Qurban bəy, necə düşünürsünüz? Qarabağ Traktor qardaşlıq maçının keçirilməsinin vaxtı çatıbmı? Çox sağ ol, yadıma saldın. Elə oyunun gedişatında, hətta oyundan əvvəl də fikrimdə var idi ki, ilk Traktor komandasını təbrik eləməyə, ilk çempionluqları münasibəti ilə o barədə hər hansı bir fikir bildirə bilməyəcəm. Sadəcə elə Traktor komandasına, onun azarkeşlərini təbrik edirəm, hansı ki, böyük bir uğur əldə ediblər və çox şad olaram, məmnun olaram ki, belə bir komanda ilə yoldaşlıq oyunu keçirməyə və məncə bu qarşıdakı planlarda olan bir məsələdir, amma biraz çempionatımızın fərqli formatda keçirilməsi onlarla bizim hansısa bir oyunun keçirilməsinə bəlkə mane ola bilər, amma hər bir halda yəqin nə vaxtsa belə bir oyunun keçirilməsi üçün
hər iki klub rəhbərliyi tərəfindən yəqin müzakirə olunar və biz də sevə-sevə oyunu keçirməyə hazırıq. Buyurun, başqa sual yoxsa çox sağ olun. Sağ olun. Təşəkkürlər.